Şah İsmayılın Şeybanilərlə və Osmanlılarla əlaqələrinin olduğunu bilirik, hətta müharibələrin haqqında da məlumat var. Onun Portuqaliyalılarla da siyasi əlaqələrinin olduğu haqqında məlumatımız var. Amma biz bilirikmi ki, Şah İsmayılın Qazaxlarla da müharibəsi olmuşdur. Bu necə baş vermişdi? Videomuza axıra qədər baxmağı və dəstək olmayı unutmayın. Belə ki, 1513-cü ildə dəfələrlə Şah İsmailə məğlub olan Şeybani xanları Übeydullah xan və Məhəmməd Teymur xan Qazax xanı Qasım xana elçi göndərirlər. Və elçilikdə onu bir növ qorxudurlar ki, Şah İsmailin bütün Türkistanı ələ keçirmək qorxusu vardır. Yəni Qasım xan vaxtında tədbir görməsə, Türkistan tamamilə Şah İsmailin əlinin altına keçəcəkdir. Aydındır ki, Qasım xan bundan çox böyük təsirlənir və böyük bir ordunu oğlu Əbülxeyir xanın başçılığı altında toplayır və İsmailə qarşı göndərir. Amudəniyə çayının sol sahilində onun ordusuna Übeydullah xan və Məhəmməd Teymur xanın da dəstələri qoşulur. Əbülxeyir xan Şah İsmailə bir məktub da göndərir və orada yarı mədəni, yarı hədə-qorxu şəklində Şah İsmailə göstərmək istəyir ki, Türkistan ərazisindən çıxmaq lazımdır. Yəni siz qəhrəmanlıq göstərmisiniz və buranı tutmusunuz, lakin mənim atam sizi qalib məğlub edib ayağınızdan asmayana qədər Türkistandan vaxtında çıxmağınız sizdən xahiş olunur. Lakin Şah İsmail buna baxmır. Və cavab məktubunda isə bu ərazilərin yalnız Əli övladlarına, yəni Əli ibn Əbu Talibin övladlarına məxsus olacağını bildirir. Və döyüş Amudəriyə çayının sol sahilində baş verir. Anadil müəllifin yazdığına görə Şah İsmail Əbülxeyir xanı qəti döyüşdə məğlub edir və Əbülxeyir xanı özü şəxsən döyüşdə öldürərək başını isə nizəyə taxmışdır.